1747-ci ildə inşa edilən gördüyünüz bu dairəvi qala həm də Lənkəran qalası adlanır. 20 metr hündürlüyündə olan bu qala 3 mərtəbəlidir. Vaxtilə müdafiə məqsədi üçün tikilən dairəvi qala 100 il, daha dəqiq desək, 1970-ci ildə həbsxana kimi fəaliyyət göstərib. 18-ci əsrdə Xəzər dənizinin suları onun ətəyinə toxunurdu. Qala Talış xanlığında vacib müdafiə istehkamlarından biri kimi tanınmışdı. Onun divarları öz iri formaları və möhkəm çıxıntı sıraları ilə böyük təəssürat oyadır. 1869-cu ildə cənub bölgəsini tamamilə işğal edən Ruslar şəhərin qala divarlarını söysələr də, qalalara toxunmayıblar. Sosialist inqilabından əvvəl Koba ləqəbi ilə tanınan Yosif Stalin bu qalada 3 ay müddətinə həbsdə yatıb. Daha sonra isə Leninin köməkliyi ilə gizli yeraltı yollarla həbsdən qaçırdı.